Deməli, bu gördüyünüz, efirdə gördüyünüz səhnə Baş Prokurorluğun yaydığı məlumatdır. Bu məlumat yayılıb, diqqətli olun, 2024-cü ilin yanvarın 25-də 3 nəfəri Gürcüstanda həbs eləyib, Azərbaycana ekstradisiya eləyiblər. Bunlardan biri Anar Rəhimov. Bunun adı yadınızda saxlayın. Anar Rəhimov. Bunu niyə görə Gürcüstandan tutub Azərbaycana gətiriblər? Prokurorluq yazır ki, xeyli miqdarda bu adam ziyan vurmaqla, külli miqdarda ziyan vurmaqla dələduzluq eləyiblər Azərbaycana və baş götürüb qaçıblar Gürcüstana. Orada da onu yanvarda həbs eləyib Azərbaycana veriblər. 2024-cü ilin yanvarında bu dələduzu, Anar Rəhimov adlı dələduzu prokurorluq özü yazıb ki, tutub Azərbaycana gətirib veriblər. İndi Kənanın Xalq Cəbhəsi sədrinin ictimai əsaslarla mühafizəçiliyin edən Kənan Baskalın bu məsələ ilə əlaqəsini öyrənmək üçün Kənan Baskalı sizə tanıdım. Bu çox vacib məsələdir. Sonra şərhimizi verin. Bax, bu Kənan bəyimiz Qarabağ qazisidir, əziz dostlar. Birinci Qarabağ qazisində gəncliyini, sağlamlığını, enerjisini bizim torpaqların müdafiəsinə qoyub, döyüşüb və sonra cəbhə sıralarına qoşulub, xalq cəbhə sıralarına qoşulub, Əli Kərimlinin müxtəlif tədbirlərdə mühafizəsini həyata keçirirdi. Ötən ilin martında Kənan bəyi o bayaq adını çəkdiyimiz yaramazı güya bıçaqladığına görə Anar Rəhimov şərliyib həbs atdı. İndi bu Anarın üzərinə gələcəm. Əvvəlcə Kənan bəyin məhkəmədə verdiyi ifadəni diqqətinizə çatdırın. Kənan bəy ibadət əhlidir. Yəni çox 60 yaşı var adamın. Həqiqətən mərifətli, qanacaqlı bir Azərbaycan oğludur, həm də ibadət əhlidir. Bu həbs olunan vaxtda Kənan bəy oruc olmuşdu. Baxın, ifadəsini oxuyuram məhkəmədən, sonra vacib bir nöqtəyə gələcək. Kənan bəy deyir ki, Yeni Günəşli ərazisində Anar Rəhimov adlı şəxsi bıçaqlamaqda ittiham olunan Kənan Baskal ifadəsində deyir ki, yalandır, həmin vaxt üstündə nə bıçaq olub, nə də kimisə bıçaqlayıb. Necə tutulması haqqında danışan AXCP fəali deyib ki, Ramazana idi, o da oruç tutmuşdu. Axşam tərəfi məscidə gedirdi, onun sözlərinə görə evinin yaxınlığında həmin şəxs qarşısına çıxıb. Dedi ki, məni söymüsən. Başa düşdüm ki, salamat adam deyil, aralanıb çıxıb getmək istəyirdim. İmkan vermirdi. Axırda dedim ki, yaxşı, üzr istəyirəm, burax çıxım gedim. Bu da mənə qaldırıb yerə vurdu. Dərhal polislər gəldi, məni yerə yıxmışdılar. Birdən bu da yıxıldı yanıma. Soruşdum, buna nə olub? Dedilər ki, sən onu bıçaqlamısın. Kənan bəy deyib ki, bu Rəhimov, Anar Rəhimov fiziki baxımdan ondan daha güclü, yaşca da xeyli cavandır. Stat. 36 yaşlı, 120 kilolu çəkisi olan adamdır. Adam yox, cəmdəydi. Mənim isə 60 yaşım var. Sonradan özünə dedim ki, ola bilsin ki, üstündə hansısa cinayət işi var. Ona görə mənə şər atıb, üzümə durmaqla xilas olmaq istəyirsən. Mən namusuma and içirəm ki, bu cinayəti törətməmişəm. Məncə, mənzərə sizə aydın oldu, əziz dostlar. Söhbət ondan gedir ki, bax, Azərbaycan hökumətinin naxələfliyinə, namərdliyinə, murdarlığına fikir verin. Deməli, adam, dələduz, Gürcüstanda həbs olunub, gətirilib Azərbaycana. Onun cinayət işinə xitam veriblər. Qarşısına da şərt qoyublar ki, get günahsız, heç bir cinayəti olmayan, ağzı oruclu insanı şərləcinə. Bugün məhkəmədə bütün bu məsələlər üzə çıxıb. Üzə çıxıb. Əlbəttə ki, hakim, məhkəmə ədalətli qərar verməyəcək. Biz Azərbaycan hakimlərin, məhkəmələrini tanıyırıq. Kənan birbaşa İlham Əliyevin sifarişi ilə həbs olunur. Məqsəd ondan ibarət idi ki, Əli Kərimlini təkləsinlər, imkan verməsinlər ki, onun yanında kimsə görünsün, onunla bir cəbhədən Azərbaycan hakimiyyətinə qarşı sipər yaratsınlar. Uzun illər ki, siyasət buna xidmət edilmişdir. Əli Kərimlinin yanından insanları bəzilərin pulundan aldılar, bəzilərin şantaj edərək aldılar, bəzilərin qorxudaraq susturdular, bəzilərində belə həbsə atmaqla. Və Əli Kərimlinin həbsinə qədər diqqət etdiksə onun sürücüsü, köməkçisi,
şəxsi mühafizəsini təşkil edən adamlar bu qaydada həbs olunur və bir daha bayaq dediyim söhbətə gəlmir. Bu faktlar bizə onu çılpaq göstərmirmi ki, el dili ilə və yaxud da o populyarlaşan ifadə ilə desək, cəmaatın balasını qırğına kim verir, cəmaatın balasını həbsə kim göndərir? Dövlət bu qədər cılızdaşa, bu qədər eybəcərləşə bilərmi ki, öz vətəndaşın alçaqlığa, üzəduranlığa, şərəfsizliyə vadar etsin? Dövlətin ali məqsədlərindən biri bu dediyim şeylərin əksi olmalıdır ki, vətəndaşın şərəfli yetişdirsin, ləyaqətli yetişdirsin, dürüst yetişdirsin, azanları düz yola gətirsin, onun öz şəxsiyyətinə və başqa insanların şəxsiyyətinə hörmət etməsi ruhunda yetişdirsin. Azərbaycanda neyinir İlham Əliyev hakimiyyəti? Cinayətə yuvarlanmış, kriminala yuvarlanmış insanları bu kimi negativ hallarla mübarizə aparan, haqqı ədaləti tələb edən insanları şərləmək üçün. Ağır olsun belə rejim. Və belə bir hadisələr bizi diksindirməlidir. Belə bir hadisələr bizi qorxutmalıdır, düşündürməlidir ki, üzəduranlıq, şərəfsizlik, naqislik bəşəriyyətin hər bir dövründə, hər zamanında olur. Amma birincisi bunun bir miqdarı, faizi olmalıdır. Bir də bu dövlət tərəfindən həyata keçirilirsə, bizim necə bir həlakət içərisində olduğumuzu göstərir. Görün, Azərbaycan hakimiyyəti, bu sistem nə ilə məşğuldur? Haqqı deyən insanları cinayətkarlarla şərləmək, üzə durmaq və məhkəmə, güya məhkəmə indi bu məsələni müzakirə edəcək. Axırda qərar verəcəklər ki, yox, bu kriminal adamı Kənan bəy bıçaqlayıb. Bu ortada nə bıçaq var, nə bir şey var. Bu vaxta qədər də neçə adamları bu şəkildən bunlar şərləyib həbsə göndərirlər. Bizim də gücümüz ona çatır ki, bunlara azadlıq